Hazırki Azərbaycan dövləti uzun əsrlər boyu İranın bir parçası olubdur və İran mədəniyyəti, həmçinin Qafqaz mədəniyyəti Azərbaycanın bütün insanlarına təsir göstərib. Uzun illər Azərbaycan xalqı, yəni hazırda Azərbaycanda yaşayan xalq əsasən İrani dillər, Tat və Talış dilində və Qafqaz dillərində danışırdılar. Və Azərbaycan adının özü də İrani bir addır. Yəni bu ad İrandakı Azərbaycan bölgəsindən götürülmüş bir addır. Sonradan bizim Qafqaz bölgəsinə də aid edilməyə başlayıb, buranı Azərbaycan deyə adlandırmağa başlayıblar. Bu adda çoxlu versiyalar var. Nəyə görə bu belə seçilib? İrana qarşı provokasiya idimi, yoxsa İran öz ərazisini genişləndirmək istəyirdimi Qafqazda, Rusiya işğalından sonra təbii ki. Bu haqda çoxlu mülahizələr var, mən onlara getmək istəmirəm. Mənim danışmaq istədiyim mövzu odur ki, Talışlar özlərini nə qədər Azərbaycanlı hesab edə bilər. Burada əslində səhv yönəldilmə var. Yəni uzun illərdir Azərbaycanda belə bir psixologiya var ki, Azərbaycan güya türk dövlətidir. Azərbaycan güya türk ənənələrinə, dilinə sadiq dövlətdir və assimilasiya eləməyə çalışır digər xalqları. Yəni mövzu əsasən türkçülük üzərindən qurulur, sonra isə göstərilir ki, güya digər xalqlar da bu türkçü xəttə sahib olmalıdır. Əslində isə Azərbaycanın mənşəyinin türkçülüklə heç bir əlaqəsi yoxdur. Yəni uzun əsrlər boyu türk köçləri zamanı aramızda bir məsafə olub. Xəzər adlı bir fiziki baryer olubdu. Və Xəzər dənizi imkan verməyib ki, türklər bura axın etsin. Həmçinin Azərbaycanı həm şimaldan, həm cənubdan dağlar qoruyurdu. Və türklərin yeganə yaşadığı yer, tarixi xəritələrə də baxa bilərsiniz. Rusların hətta Azərbaycanda ilk etnik xəritələrinə də baxa bilərsiniz. Düzdür, onlar belə qərəzli idi, türklərin xeyrinə götürürdülər, amma yenə də o xəritələrdə yenə də o ərazi bölgüsünü görə bilirsiniz. Türklər yalnız Aranda yaşayırdı. Yəni dağlıq ərazilər, həmçinin Bakı ərazisi, Bakı dağlıq ərazi deyildi, Abşeron deyək, Bakı düzgün olmaz, Abşeron və hətta ətrafı yenə də İran dilli və Qafqazlardan ibarət olubdu, ya da ermənilərdən ibarət olubdu. Yəni burada hansısa bir türkçülük olub, hansısa bir güclü bir türkçü mədəniyyəti olub, falan olub, bunlar boş söhbətlərdir. İkinci məsələ, türklərin yaşadığı yerlər belə dil xaric digər mədəni amillər tamamilə İranlılara aid idi. Misal üçün, İrani sözlər daha çox işlənirdi, İrani terminlər daha çox işlənirdi, bizim bayramları qeyd edirdilər və bizim adət-ənənələri qeyd edirdilər. Yəni, türklər də tədricən İranlılaşmışdı, əsasən də bu şiəlik üzərindən gedirdi. Ta ki, ruslar gələnə qədər, yəni bunları çox danışmışıq, bugün üstündə çox dayanmayacağam. Amma mənim Azərbaycana baxışım tamamilə ayrıdır. Yəni, mənim gördüyüm Azərbaycan bir Talış dövlətidir. Nəyə görə? Azərbaycanın adı İrani bir addır. Azərbaycan adının Talış dilində açması var, yəni Azərbaycan adının mənası var. İndi nə bilim, odlar yurdu filan 50 dənə gizli zadlar keçirdiblər. Təbii ki, dövlət quruculuğudur, olmalıdır, amma bunun Talış dilində mənası var. Yəni Azərbaycan adının özü bir mənası yoxdur, bir neçə mənası var. Həmçinin baxın, Azərbaycanın dövlət bayramlarına baxın. Əsas bayram Novruzdur. Daha sonra Yeni il qeyd edilir və ardınca da Qurban bayramı, 3 bayram daha təntənəli şəkildə qeyd edilir. Və bunlardan ən çox qeyd ediləni, ən yaxşı qeyd ediləni Novruz bayramıdır. Hansı ki, bu da İrani bir bayramdır. Bu İranlılara məxsusdur, biz Talışlara məxsus bir bayramdır.
Digər tərəfdən Qurban Bayramı müsəlman bayramıdır, ümumidir və Yeni il bayramı da xristianlara aid bayramdır. Türklərə aid hansı bayram var bizdə? Ümumiyyətlə türklərin hansı bayramı olubmu? Türklərdə belə bir bayram adət-ənənəsi yoxdur. İndi məndən inciyəcəklər. Amma tarixi reallıqdır bu. Bunu yəni aşağılama kimi qəbul etmək lazım deyil. Bunu tarixi bir reallıq kimi qəbul etmək lazımdır ki, türklərin hər hansı bir güclü mədəniyyəti olmayıbdı. Bu faktdır. Yəni neyniyək indi belə alınıb. Yəni cəsur döyüşçü olublar, dağıdıblar, töküblər. Yəni buna bir sözüm yoxdur. Amma biz burada mədəni amillərdən danışırıqsa, türklərin mədəniyyəti İranlıları görənə qədərdir və yaxud da Çinliləri görənə qədərdir. Yəni türklər mədəniyyəti bu iki xalqdan öyrənibdi və bu iki xalqa da assimilyasiya olubdu. Sonradan hal-hazırda bu xalqları həm Çinə, həm İrana qarşı yönəltmək üçün indi mən bu düzdür, səhvdir siyasətinə getmirəm, amma bu istifadə etməyə çalışırlar. Təbii ki, həm Çindəki, həm İrandakı rejimlərin özlərinin də səhvləri var və bunları düzəltsələr daha yaxşıdır. Amma hazırki reallıq budur ki, bu xalqlar uzun müddət Çin və İran mədəniyyətinin bir parçasına çevriliblər, assimiliyasiya olublar onların içinə doğru, sadəcə bir qədər dillərini qoruyublar. Burada bir fərqlilik var. Bir qədər dillərini qoruyublar, amma dilin də Azərbaycan dilinə baxın. Əsası fars sözləridir, talış sözləridir və Qafqaz dilli sözlərdir, bir də ərəb sözlərindən ibarətdir. Yəni burada da biz Azərbaycan dilinin də heç əslində türk dili olduğunu iddia edə bilmərik. Burada qrammatik quruluşdan danışılır, amma Azərbaycan dilinin qrammatik quruluşu, ümumiyyətlə türk dillərinin qrammatik quruluşu da şimali İran dillərinin, yəni talış dili, gilək dili, digər bu dillərin quruluşundan götürülübdür. Yəni tarixdəki nümunələr bu quruluşu ilk dəfə olaraq İrani dillərdə götürübdür. Türklərdə isə belə bir quruluş olmayıb. Onlar bizdən götürübdür. Yəni Azərbaycan dili belə mən iddia edə bilərəm ki, dərinə getsəm, bu İrani bir dildir. Əslində İrani bir quruluşdur. Sadəcə İrandakı indiki dil fars dili qəbul olunduğuna görə əsas deyil. Bir qədər qrammatik quruluşlar fərqlidir və insanlara belə gəlir ki, hə, türk dilinin özünə aid və yaxud da Azərbaycan dilinin özünə aid bir quruluşu var. Bu yanlış bir yanaşmadır. Və sözümün yekunu nədir? Siz hardan baxırsınız, baxın. Azərbaycan bir İrani ölkədir və İran deyəndə də çox xahiş edirəm bu söhbətdən gətirməyin. Yəni mən indiki dövlət İrandan danışmıram, ümumi mədəni bir birlikdən danışıram, mədəni bir cəryandan danışıram. İran dilli xalqların mədəniyyətindən danışıram. Bu İrani bir dövlətdir və bir talış dövlətidir. Yəni talışların burada daha çox haqqı çatır ki, desin ki, bu dövlət mənə məxsusdur. Bu dövlət hər şeyinə mənə aiddir. Və burada digər bir məsələ də var. Bizə aid bir çox folklor və mahnılar, digər nağıllardır. Azərbaycan nağılı kimi indi təqdim olunur. Yəni bunun üstündən Sovetlər xətt çəkibdi ki, bunu götürək Azərbaycanlaşdıraq, Azərbaycana bir mədəniyyət qurmalı idi və bunu daha çox talışlardan oğruyublar. Yəni Azərbaycanda indi gördüyünüz xalq mahnıları, əfsanələr, bunlar hamısı talışlara aiddir. Bunların hamısı talışlara aiddir. Hamılıqla, yəni bir 80-90% talış mədəniyyətindən çıxmış əfsanələr, talış mədəniyyətindən çıxmış mahnılardan ibarətdir. Və bu haqqda da mən ayrıca danışacağam.